Namaste, Om Svastiastu, sizi Balidən salamlayıram. Mənim əzizlərim, bu günləri mövzumuz sırf yoqadır. Ashtanga yoga, 8 pilləli yoga. Bunu danışacağıq, araşdıracağıq. Sizə tam olaraq izah edəcəm. Ümumiyyətcə yoqanın istiqaməti. İlk öncədən sizdən ricam var. Videonu bəyənin, rəy yazın. Bu çox önəmlidir. Yəni, əslində siz onu etməklə karma yoga edirsiniz. Bilirsiniz, karma yoga iki istiqamətdə olur. Bir var, maddi, yəni pul parayla kiməsə kömək edib karma yoganı etmək. Yəni, sən öz karmanı təmizləyirsən, öz günahlarını mı deyim, keçmiş həyatdan yığılan pis enerjilər, yəni sən onunla karmanı ödəyirsən. Bir də var hərəkətlərlə. Sən uşağı sevindirə bilərsən, kimisə sevindirə bilərsən, like qoya bilərsən, gözəl rəy yaza bilərsən. Yəni, bu da karma yogadır. Ümumiyyətcə, bunu hər zaman edin həyatınızda. Yaxşılıq edə-edə yaşayın. Bugünkü mövzumuz yogadır. Sırf Ashtanga yoga. Ashtanga qədim sanskrit dilindən tərcümə olunur 8 pilləli yoga. Ashtanga yoga mən deyəndə, bir var Ashtanga yoga, təxminən 70-ci illərdə yaranan Pattabhi Joyce'ın yoga istiqamətidir, yəni asanalar istiqamətidir, hərəkətlər. Mən onu nəzərdə tutmuram. Ashtanga yoga deyəndə mən yoganın yolu, onun istiqaməti. Ümumiyyətcə, insanlar nəyə görə məhz 35-40 yaşından sonra başlayırlar maraqlanmağa? Fəlsəfə ilə, yoga ilə, dinlə. Düşünmüsünüz heç bu vaxtda? Ashtanga yoga sənin necə mükəmməl olaraq yaşamaq, necə bu həyatı, material həyatı rahat yaşamaq, əzabsız, əziyyətsiz, xoşbaxt, pozitiv, bolluq içində. Məhz yoganın yolu sənə onu öyrədir. Amma insanlar qaçışda olduğu üçün, biraz başqa ritmlərdə şuurları yaşadığı üçün onlar yoganın yalnız iki istiqamətini seçirlər. İşdən çıxır, tələsik gəlir yoga studiyasına, 1 saat ona kifayətdir. O yogasını eləsin, qaçsın evə. Yəni, insanlar qaçışdadır. Və yaxud nəfəslər, pranayama. Onu da ki, həkim məsləhət görür, nəfəs et, sən artıq cigərlərin, böreyin, nəfəsin gedib gəlmir, təzyiqin qalxır, davleniyan qalxır. Yəni, bütün bu şeyləri həkimlər sənə izah edir. Çünki özləri də çox sevirlər yoganı, həkimlər. Və sən başlayırsan yoga ilə maraqlanmağa. Amma yenidən nə qədər də maraqlansan, iki istiqamətə edirsən. Hərəkətlər, asana, bir də nəfəslər, pranayama. Amma yoganın 6 pilləsi var. Yəni, ikisini edirsən, ondan sonra 6-sı da qalır. İlk öncədən yoga başlayır yama niyamadan. Yama niyama haqqında da danışacağım. Bu çox geniş mövzudur, çox maraqlı mövzudur. Orada deyilir ki, sən necə yaşamalısan. Misal üçün, yaxşılıq et, heç kimin haqqına girmə, heç kimə paxıllıq etmə. Bəli, yoga məhz bu haqda danışır. Sən sevin başqasına və həyat səni sevindirəcək. Heç kimin haqqını kesmə, haqqını ver, heç kimin siz orada istiqamətlər çoxdur. Necə sən ümumiyyətcə həyatını yaşamalısan. Çünki nəyə görə biz bu haqda danışırıq? Bir düşünün, bax sənin bu həyatda məqsədin nədir? Heç bu sualı özünə vermirsən? Bax, sənin məqsədin nədir? Nəyə görə sən doğdun? Və sən nə etməlisən? İş, ev, okey, uşaq dünyaya gətirdim, ailə qurdun. Amma məqsəd, onlar məqsəd ola bilməz.
Hər bir insanın missiyası var, məqsədi var. Amma təəssüf ki, insanlar o haqda heç düşünmürlər. Onlar düşünürlər ki, mən yalnız fiziki bədənəm, mən bu dünyaya gəlmişəm, yeyim, içim, gezim, kef eləyim, söyüş-söyüm, dava eləyim, paxıllıq eləyim, divanda uzanım, yatım, kinoya baxım, sonra da ölüm. Amma yəni bu çox aciz düşüncələrdir, primitiv düşüncələrdir, bir növ cahillikdir. Yəni sən bir özünə sual ver. Sənin ruhun bu dünyaya təkrar gəlməyinin səbəbi nədir? Bir çox insanlar müəyyən yaşa çatdıqda bu sualı verməyə başlayırlar. Onları artıq maraqlandırır. Mənim istiqamət, çünki artıq ruh o qədər əziyyət çəkir, o qədər yəni öz harmoniyasında yaşamır, hüzurunda yaşamır. İllərlə sən onu incidirsən və ondan sonra bədən başlayır xəstələnməyə. Çünki bədən öz ritmindən çıxır, öz dalğasından çıxır. Burada bir çox şeylər baş verir. Mən çalışacağım sizə bunları izah edim. Baxın, nəyə görə, misal üçün, mənim kimin insanlar, onlar seçirlər adaları və yaxud rayon yeri ola bilər, sakit bir yer ola bilər. Orada sən başlayırsan ruhunla tanış olmağa. Dostlar, ruhun yaddaşı var. Sən fiziki bədən deyilsən. Yoga sözünün ümumiyyətcə mənası odur. Yuc. Sən birləşdir bədənini, ruhunu və zehnini. Yəni üçünü bir yerdə birləşdirəndə sən görürsən ki, həyat nə qədər də gözəldir. Sənin bu günləri heç nəyin yoxdur, amma sən eyni zamanda xoşbəxtsən. Çünki məhz sənin heç nəyin olmayanda sən dünyanın ən zəngin insanı sayılırsan, çünki sənin hər şeyin var. Sən sadə olaraq bir işlə məşğul ola bilərsən, sevdiyin işlə dünyanı səyahət edə bilərsən, freelancer işləyə bilərsən, xoşbəxt yaşaya bilərsən, istədiyin şeyləri yeyə bilərsən, istədiyin yerlərə gedə bilərsən. Nə gözəl həyatdır bu, həqiqətən. Amma elə insanlar var, onlar zəngindirlər, amma qızıl qəfəsdə yaşayırlar. Onlar rahat deyirlər, onlar ağlayırlar, onlar əziyyət içindədirlər. Çünki onlar material dünyanın içinə o qədər girdilər və tam olaraq əzabda yaşayırlar. Ola bilsin, bir neçə zaman sonra anlayırlar və geri dönüş edirlər. Biz belə hekayələri çox bilirik. Bəzi hallarda insanlar bu haqda kitablar yazır. Və o danışıqlar bestseller olur. Çünki həqiqətən insanın bədəni, yəni sənin ruhun bədəndə yaşayır. Sən dünyaya gələndə bədən, yəni sən düşünürsən ki, sənin varlığın yalnız bədəndir. Yəni bədənə də nə lazımdır? Yesin, yatsın, gülsün, kef eləsin, beyin əylənsin. Maksimum dərəcədə biz görürsünüz, insanlar maksimum dərəcədə bədənlərini əyləndirirlər. Yalnız bədənlərini. Çünki onlar düşünürlər, mən bədənəm. Ölümdən nəyə görə insanlar qorxur? Hamı qorxur, sən də qorxursan. Çünki elə bilirsən ki, bədənsən. Sən bədən olaraq yaşayırsan. Sənə elə izah etdilər. Çünki sən görürsən, sənin valideynlərin elə yaşayır. Hamı elə yaşayır, hamı qorxur. Bədən də nədən qorxur? Əzabdan qorxur, incidməkdən qorxur, yəni zədə olmasın, ağrı olmasın, yaxşı yeyim. Yəni bədəni yalnız əyləndirirlər. Amma sən bilməlisən ki, sənin bədənində yaşayan ruh da önəmli, onun istəkləri də önəmli. Sən bədəndə qulaq asmamalısan, sən daxilindəki ruha qulaq asmalısan. Bir çox insanlar qərar verirlər bədənləri ilə, yəni zehinləri ilə. Çünki bu tam olaraq bədəndir. Əyləncə hardadır? Mən gedim ora. Falan adam mənə kompliment dedi.
O sonra mənə yazdı, mən gedim onunla görüşüm. Çünki o mənə kompliment dedi. Görürsüz, o sənə xoş söz eşitdirdi. Sənə kompliment dedi, sənə də xoş gəldi. Sən gedirsən o adamın yanına. Gedim filan kafeyə, çünki filan kafedə xidmət edən insanlar gülər üzdülər. Okey, sən gedirsən ora. Yəni, bədən nə istəyir onu. Sən haradasa dadlı yemək yeyirsən, sən ora qayıdırsan. Çünki zehin onu yadda saxlayır, o məlumatı və sən onu başlayırsan etməyə. Sanki olursan qul. Bədənin tabiçiliyinə keçirsən. Sən ruhunu unudursan. Amma insan nə zaman yetişir, nə zaman artır, nə zaman həyatı görür? Sən həyatın başqa istiqamətlərinin dadına baxanda. Yəni, özünə biraz əziyyət vermək istəmirsən. Çünki bədən əziyyəti xoşlamır. Zehin əziyyəti xoşlamır. Amma sən bir düşün, həyatında ən maraqlı anlar, ən maraqlı hadisələr məhz o zaman olub, nə vaxt ki, səni biraz əsəbləşdiriblər, sən gedmirsən düşünmədiyin bir yerə və orada bir yenilik görmüsən, orada bəzi şeyləri anlamısan. Yəni, belədir. Çünki ruhun yaddaşı var, sən çalışmalısan həyat boyu ruhunun yaddaşını oyadasan. Məhz ona görə də dünyaya gəlmirsən. Ruh nəyə görə dönə-bədönə dünyaya gəlir? Çünki o keçmiş həyatda eləmədiyi karmaları yenidən eləməyə dünyaya gəlir. Yəni, sən keçmiş həyatda hansısa istəyin olub, niyyətin olub, amma sən onu eləməmisən. Və yaxud bir hadisə baş verib, sən orada məğlub olmusan, sən yenidən ruhun dünyaya gəlir sənin. Çünki o karmaları yerinə yetirmək üçün, tamamlamaq üçün. Misal üçün, sən keçmiş həyatda pis adam olmusan, zalım olmusan, insanları incidmirsən, onların haqqına girmirsən. Sən yeni həyata gəlirsən, o karmalarını yumaq üçün. Ümumiyyətcə, sən bu həyatda əgər anlasan ruhunu, onun istəklərini, sən başlayırsan yaxşı adam olursan. İndi isə əksinə, başlayırsan kömək eləməyə, başlayırsan dəstək olmağa, əl tutmağa. Məqsəd hər zaman qəlbində olan Tanrını yaşadmaqdır. Yəni, yoqanın yolu budur. Qəlbində Tanrını yaşadmaq nə deməkdir? Əgər sənin qəlbində Tanrı yaşayırsa, gözəllik yaşayırsa, sən pislik edə bilmirsən, sən nifrət gözü ilə insanlara baxa bilmirsən. Yalnız sevgi, yalnız həyat, hətta bir qarışqanı sən öldürə bilmirsən. Çünki sən anlayırsan şuurlu olaraq ki, sən ona can verməmisən. Amma onun da canı var. Necə sən öz bədənini sevirsən, ölümdən qorxursan, o da ölümdən qorxur. Sən onu nəyə görə əzməlisən, məhv eləməlisən? Yəni, bu əslində karmadır. Sən bu günləri onu əzirsən, sabah səni əzəcəklər. Sən bu günləri təbəssüm verirsən, gülüş bəxş edirsən, uşağı sevindirirsən, böyüyü sevindirirsən, can deyirsən. Yəni, əslində həyat odur. Sən can deyirsən, can eşidirsən. Qəzəbli olursan, nifrət olursan, nifrətli olursan, sənə pisliklər gəlir. İnanılmaz yerdən gəlir. Yəni, həyat budur, həyat karmadır. Karma sözünün ümumiyyətcə mənası hərəkətdir. Hərəkət. Sənin hərəkətin xoş olmalıdır. Negativ olmamalıdır. Qaydaq yoqaya. Aştanga yoqa. Bayaq dediyim kimi, bütün dünyada insanlar yalnız iki istiqaməti bilirlər. Hərəkətlər, bir də nəfəslər. Orada 8 pillə var. Samadhiyə kimi qalxır. Yəni, tam olaraq özünü kəşf etmək, öz zehnini, öz ruhunu, Allahını qəlbində. Biz növbəti deməli, paylaşımlarımda mən danışacağım məhz Yama Niyama haqqında. Bilirsiniz,
Dostlar, bu təxminən ümumi olaraq nə qədər də qısa danışılan bir saatlıq danışıqdır. Orada yama niyama özünü necə aparmalısan, necə yaşamalısan, yəni həyatın tam olaraq dalğasına, titrəşiminə keçmək üçün və bu əlbəttə ki, xoşbaxtlıqdır. Biz bu günləri danışırıq Ashtanga yogadan, yəni 8 pilləli yoga. Biz onu edirik özümüzü tapmaq üçün, qəlbimizi tapmaq üçün, istiqamətimizi tapmaq üçün, həyatda xoşbaxt olmaq üçün, sağlam olmaq üçün. Bu çox önəmlidir. Nəyə görə insanlar xəstələnir? Ümumiyyətcə bədən, fiziki bədən tam sağlam dünyaya gəlir. Mən qüsurlu insanları nəzərdə tutmuram. Yəni sən sağlam bədənlə sahib olursan dünyaya gələndə və sağlam da dünyadan köçməlisən. Amma insanlar başlayır xəstələnməyə. Artıq 15 yaşından müxtəlif xəstəliklər başlayır. Çünki bilmirik nə yeyirik, nə içirik, nə hərəkətlər edirik, nə davranışlar edirik. Bəli, davranışların da səndə xəstəlik yaradır. Çünki sənin bədənin dözmür, sənin zehnin gərgindir, sən çıxmısan yarışa. Yarışda olan insan o xəstələnəcək, bir mənalı. Çünki sən həyəcan içində yaşayırsan, sən təbii harmoniyadan çıxmısan. Bu çox önəmlidir. Yəni bunu anlamaq, biraz geriyə dönüş etmək, düşünmək. Mən bugün kiməm? Mən 20 ildir dövlət işində işləyirəm. Mən xoşbaxtam. Düşün, bəlkə də xoşbaxtsan. Mənim 10 ildir bir gördüyüm bir iş var, sənət var. Mən oradan həzz alıram. Sən oradan pul qazana bilərsən, okey. Amma sən onu həqiqətən qəlbinlə yaşayırsanmı və yaxud yalnız pula görə edirsən? Mən onu deyirəm, hər zaman yoga müəllimlərinə deyirəm. Bəzi hallarda deyirlər ki, ayda bax, sən necə edirsən, sən bu qədər tələbən var, sən hamı sənin haqqında danışır, belə, elə. Mən də deyirəm ki, bax canım gözüm, sən də gerçək ol. Sən gerçək oldunsa, insanlar səni hiss edir, insanlar səni seçir, sənin yanına gəlirlər. Çünki sən özünü təqdim etmiş olursan. Sənin bədənin sənin pasportundur, sənin danışdığın sözlər sənin şəxsiyyət vəsiqəndir. Sən saxta şəxsiyyət vəsiqənlə pul qazanmaq istəyirsən. Uğur istəyirsən, o necə olur? Artıq insanlar şuurludur, onlar səni anlayırlar. Yəni sən bağlı qutuda neysə satmırsan, sən özünü təqdim edirsən insanlara. Sən özün sağlam olmalısan ki, sənin yanına gələn tələbələr onu istəsin, görsünlər. Onlar görürlər, hiss edirlər, enerjilərdən söhbət gedir. Necə sən mənə qulaq asırsan indi, mənim enerjilərimi hiss edirsən, mənim danışdığımı hiss edirsən. Yəni həyat da budur. Sən gerçək olacaqsan ki, sənin həyatında gözəl şeylər baş versin, gerçəklik baş versin. Sünilik yox, sünilik dəbdə deyil. Yəni bu günləri bu haqda danışırıq dostlar. Yoga sənə özünü tanıdır, səni içindəki yatan potensialı, sənin içindəki yatan o kreativliyi, o zənginliyi açır. Nəfəslər, meditasiyalar, yəni səni məhz ona aparır. Mən sizin hər birinizə tövsiyə edirəm. Yaxından tanış olun, öyrənin, fəlsəfə nədir, nəyə görə bu haqda danışırlar. Mən də çalışacağam hər zaman sizinlə paylaşım maraqlı məlumatları yoga haqqında, fəlsəfə haqqında, həyat haqqında. Çünki artıq insanlarda qlobal olaraq bütün dünyada aydınlanma gedir, oyanma gedir. Onlar artıq başa düşürlər ki, bu klublardır, alkoqoldur, içkidir, əyləndim. O çıxış yolu deyil, o əyləncə də deyil. O sadəcə olaraq sənə onu əyləncə olaraq təqdim ediblər. Amma o əyləncə deyil. Siz bilirsiniz, misal üçün mən hal-hazırda Balidəyəm və burada o həyatı sürən, trend olaraq yaşayan insanlar, yəni bir çox planet elə bilirdi ki, o trenddir. İndi isə elə deyil. İndi isə yəni dünyanın baxış bucağı dəyişir qlobal olaraq.
İndi isə istiqamətlənirik. Yoga, sağlam həyat, düzgün qidalan, xoş danış, karma qazanma, pis işlər görmə, yoga əyləncələri, yoga retritləri, vipassanalar, yəni buna istiqamətlənir dünya. Bu artıq reallıqdır. Yəni ona görə yəni planet dəyişir, enerjilər dəyişir. Mənimlə olduğunuz üçün təşəkkür edirəm. Suksuma, gözəl qalın, enerji dolu qalın, pozitiv qalın. Həyat sizindir, həyat qısadır. Material şeylər dalıcan çox qaçma. Demirəm o lazım deyil, o da lazımdır. Onu zaten sənin həyatına salıblar. Yəni sən onsuz qala bilmərsən. Amma çalış onu minimuma yendir. Minimum. Mən özümü seçirəm, mən öz sağlamlığımı seçirəm. Nə oldu yemə. Çünki balaca mədən var. İnsanın mədəsi onun ikinci beyni sayılır. Yəni sən nə yeyirsənsə osan. Baxın o bir çox insanlar, ətə çox meyilli olan insanlar, onlar necə də aqressivdilər. Yəni o aqressiya yaşayır içində. Satvik yeməklər ye, yüngül yeməklər ye. Bədənini, ruhunu yüngül saxla. Onda sənin beynin inanılmaz dərəcədə gözəl işləyəcək. Çox kreativ olacaq, ruhun oyanacaq. Çünki sənin təbiətin budur. Sənin təbiətin ağır yeməkləri yeyim, yatım, pulu qazanım, oğrayım, aparım evə. Yox. O vəhşi həyatdır. O sivil həyat deyil. Okey. Özünüzə yaxşı baxın. Zaman keçəcək, mən dediklərimi anlayacaqsan. Namaste.